Salam, 8-ci sinif iş dəftəri 1.2 elektronların energetik səviyyələr üzrə paylanması mövzusunun iş dəftərindən izahı. Birinci sual, oksigen, maqnezium və fosfor ionlarının tam elektron formunu yaz və atom modelini çək. Bizdən tələb olunan bu elementlərin deməli ionlarının tam elektron formulu. İon dedikdə elementin elektron alış-veriş etdikdən sonra çevrildiyi yüklü hissəcikdə olan elektron sayılarının paylanması nəzərdə tutulur. Oksigen elementi proton sayı 8-dir. Biz görürük ki 2 elektron olub, yəni 2 mənfi 2 elektron olmaq deməkdir. Yəni elektron sayı 10 olubdur. Maqnezium 12 protonu, əvvəlcə 12 elektron mövcud olub, daha sonra xaricindəki 2 elektronu verməklə elektron sayını 10-a çatdırıbdır. Kükürt əvvəl halı, neytral halında 16 proton, 16 elektron mövcudmuş. Daha sonra 4 elektrondan xarici təbəqədən 4 elektron verməklə 12 elektronu mövcud olub. Biz burada gördük ki, oksigen və maqnezium elementlərinin elektron konfigurasiyası eyni olur. Çünki hər ikisində 10 elektron mövcuddur. Kükürtdə isə 12 elektron mövcuddur. Elektron konfigurasiyasını tərtib edirik. Qaydamız bu şəkildə idi ki, biz bilirdik ki, birinci səviyyəmizə 2 elektron, ikinci səviyyəmizə 8 elektron verə bilərdik. O qaydaya əsasən elektron konfigurasiyasını yaratdıq və 1s2, 2s2, 2p6 elektron formuna malik oldu. Nüvədə 8 proton göstərirəm, çünki proton sayı heç vaxt dəyişmir. Birinci səviyyədə görürük ki, 2 elektron mövcuddur və biz 2 elektronları qeyd etdik. İkinci səviyyədə 2s-də 2, tutaq ki, bu 2s səviyyədədir. 6 elektron isə p səviyyəsində olmaqla elektron göstərildi. Yəni, nüvənin yükü 8 oldu, elektron sayısı xaricdə 10 olur. Eyni qayda ilə digərlərini tərtib edirik. Maqneziumda 12 proton var. Elektron konfigurasiyasını yaratmışıq. Bildiyimiz qayda üzrə paylayırıq və xaricində biz elektron sayını 10 götürürük. Və 10 elektron olduğuna görə xarici təbəqə, yəni 2 elektron, əslində maqneziumda 3 təbəqə mövcuddur, neytral halda. Amma elektron verdikdə, o xaricdəki 2 elektron verildiyinə görə, bir sözlə xarici təbəqə yox olduğuna görə ion şəklində 2 təbəqənin olduğunu göstərə bilərik. Kükürdün elektron konfigurasiyasını burada yazmışam. Eyni formada kükürdün proton sayı 16-dır, amma xaricindəki elektron sayını 12 göstəririk. Birinci təbəqədə görürsünüz ki, 2 elektron göstərmişik, ikinci təbəqədə saysaq 8 elektron göstərmişik və sonuncu təbəqədə isə 2 elektron göstərilibdir. Modelinin tərtibi bu şəkildə olur. İkinci tapşırığa baxaq. Modelləri verilmiş atomlar üçün uyğun ifadələri Venn diaqramı üçün ayırın. Biz modelə baxıb ən rahat yolu qısa elektron formunu çıxartmaqdır. Təbii ki, tam elektron formunu da çıxarda bilərik. Qısa elektron formunu necə çıxarda bilərik? Məsələn, 1, 2, 3. Bizim atomda, yəni atom modelində 3 təbəqə göstərilibdir. Mən xarici təbəqəyə görə elektron quruluşunu yaza bilərəm. Baxıram, 3 təbəqə var, buna görə yaza bilərəm 3 və orada elektronların sayı 2 elektron var xarici təbəqədə. Mən də bilirəm ki, 3-cü təbəqəm 3s, 3p, 3d yarım səviyyəsindən ibarətdir. İlk olaraq 3-cü təbəqədə s elektron verdiyimizə görə 2 elektronumuzu 3s-2-yə s veririk. Nəticədə bizim qısa elektron formumuz 3s-2 olur. Daha sonra mən bilirəm ki, 3-cü təbəqəyə qədər mən birinci təbəqəyə 2 elektron, ikinci təbəqəyə 8 elektron vermişəm. Beləliklə, mən bu elementin 3s-ə qədər 10 elektronun paylandığını bilirəm. O məntiqlə, onun üzərinə 2 gəlməklə elementin proton sayının 12 olduğunu deyə bilərəm. Eyni qayda ilə Y elementi, yəni ikinci modeli Y elementi özümüz üçün deyə bilərik. Həmin element üçün də eyni qaydanı fikirləşə bilərik. Təbəqə sayına baxsaq, 1, 2, 3. 3 təbəqəsi var və 3 təbəqədəki elektron sayını hesablasaq 1, 2, 3, 4, 5, 6, 7 elektron mövcuddur. Üçüncü təbəqəmiz 3s, 3p və 3d yarım səviyyəsindən ibarətdir. Ardıcıl əlimizdə mümkün olan elektronları paylasaq, biz gördük ki, xarici təbəqədə 7 elektron mövcuddur. Biz 7 elektronu xarici təbəqəyə paylayırıq. İlk olaraq 3s-ə bilirik ki, maksimum 2 elektron veririk. 7 elektrondan ikisini 3s-ə veririk. Əlimizdə 7 elektrondan 5-i qalır. Daha sonra 3s-dən sonra 3p gəlir. Növbəti elektronu isə 5 elektronu 3p-yə veririk. Bunların qrafik təsviri də qeyd olunur. Çünki bizdə tək elektron, cütləşməmiş elektron tələb etdiyinə görə variantlardan biz xarici təbəqədə
Qrafik təsvirində vermişik. S bir orbitaldan ibarətdir və oradakı elektron yerləşir. Elektronlar əks istiqamətdə göstərilməlidir. S bir orbitaldan ibarətdir və oradakı elektron mövcuddur. P-də 5 elektronlar var. Əvvəlcə tək-tək düzülür. Daha sonra isə cütləşmiş şəkildə əvvəldən başlayaraq düzülür. Nəticədə bir tək elektronumuz mövcud oldu. Artıq suallara cavab verə bilərik. Birinci sualda deyir ki, xarici təbəqəsində 7 elektron var. Biz gördük ki, xarici təbəqəsində 7 elektron olan ikinci modelimizdir. 7 elektron deyək ki, Y modeli üçündür. Biri daxil edirik ikinci modeli. S yarım səviyyələrində cəmi 6 elektron var. S yarım səviyyələrində cəmi dedikdə biz burada əvvəlki daxili təbəqədəki elektronların sayını hesablamalıyıq. Mən bilirəm ki, deməli, S həm 1S mövcuddur, həm 2S, yəni birinci səviyyədə də S yarım səviyyəsi mövcuddur, ikinci səviyyədə də 2S yarım səviyyəsi mövcuddur. Üçüncü deməli səviyyəmizdə də görürük ki, 3S yarım səviyyəsi mövcuddur. Və hər ikisində, hər üçündə 2 elektron olduğuna görə deməli birinci modelimizdə 6S elektronu mövcuddur. Eyni qayda ilə ikinci model üçün də fikirləşə bilərik. İkinci modelimizdə üçüncü təbəqəyə gəlibsə, bu deməkdir ki, orada 1S yarım səviyyəsi, həmçinin 2S yarım səviyyəsi tamamilə elektronlarla dolubdur. Həmçinin biz görürük ki, 3S-imizdə elektronlarla dolubdur. Hərəsində 2 elektron olmaqla yenə ikinci modelimizdə də 6S elektronu mövcud olur. Deməli, bu xüsusiyyət hər ikisinə aid oldu. Cütləşməmiş elektronu yoxdur. Cütləşməmiş elektronu daxili təbəqədə bilirik ki, elektronlar tam şəkildə cütləşmiş formada olur. Çünki daxili təbəqədə olmalıdır ki, biz xarici təbəqəyə elektron verək. Elektronlar orbitallara, yarım səviyyələrə dolduqda minimum enerji prinsipinə əsasında olur. Yəni, enerjisi az olana əvvəlcə dolmalıdır. Və biz də X üçün görürük ki, 3S üstü 2-dir. Yəni, daxildə zaten elektronlar cüt vəziyyətdədir. 3S-də də biz elektronların cüt olduğunu görə bilirik. Cütləşməmiş elektron yoxdur anlayışı, yəni birinci model üçün doğrudur. 3 daxil olur birinci modelə. Biz ikinci modeldə görürük ki, bizim bir cütləşməmiş, yəni bir dənə tək elektronumuz mövcuddur. Qısa elektron formulu 3s2, 3p5 olan bu artıq qeyd olunubdur. İkinci modelə uyğundur. 12 protonu var. Biz əvvəlcədən bu proton sayını çıxartmışıq birinci modeldə. 5 birinci modelə gedir. Digərində isə 17 proton olduğunu deyə bilərik. Çünki üçüncü təbəqəyə qədər biz bilirik ki, 10 elektronumuz mövcuddur. Üçüncü təbəqədən sonra da növbəti 7 elektron olduğunu nəzərə alsaq, cəmi 17 elektron edir. Energetik təbəqələrin sayı 3-dür. Hər iki elementin konfigurasiyasına fikir versək və yaxud da modelinə fikir versək, görür ki, 3 təbəqə mövcuddur. Deməli, bu fikir hər ikisi üçün də ödəyir. Üçüncü sual, atom modeli verilmişdir. Bu atom üçün boşluqları doldurmalıyıq. Baxmamışdan qabaq atom üçün nə deyə bilərik? Baxıram ki, atomun xarici təbəqəsinə baxsam, 1, 2, 3 təbəqəsi var. Deməli, mən qısa elektron formunu yazsam, üçüncü təbəqədən başlayıram. Üçüncü təbəqədə bilirəm 3S, 3P və 3D yarım səviyyəsi mövcuddur. Amma bizim əlimizdə mümkün olan elektronumuz üçüncü təbəqədə 1, 2, 3, 4, 5. Yəni, xarici təbəqəmdə 5 elektron mövcuddur. Bu 5 elektronu xarici təbəqə paylamalıyım. Üçüncü səviyyəmdə 3S, əvvəlcə 3S yarım səviyyəsi gəlir, daha sonra 3P yarım səviyyəsi gəlir. 3S maksimum 2 elektron götürür. Deməli, 5 elektrondan ikisini 3S-ə verirəm. Yerdə qalan 3 elektronu P-yə veririk. Bu formada elektron konfigurasiyasının qısa elektron formunu tərtib etdik. Qrafik şəkildə təsvir etdikdə S-in bir orbitalı və S-də maksimum 2 elektron yerləşir, qeyd etdik. P-də 3 elektron olur və biz bilirik ki, elektronlar əvvəlcə tək-tək dolur. Daha sonra olarsa cütləşmiş şəkildə yaza bilərik. Artıq suallara cavab verə bilərik. Mərkəzdə qısa elektron formulu istənilir. Artıq biz bunu tərtib elədik. Daha sonra S elektronların sayı. S elektronları bayaq kimi fikirləşə bilərik ki, bilirik ki, birinci səviyyəmizdə də S yarım səviyyəsi mövcuddur, 1S. İkinci yarım səviyyəmizdə 2S yarım səviyyəsi, üçüncü səviyyəmizdə də 3S yarım səviyyəsi mövcuddur. Hərəsində 2 elektron olduğunu nəzərə alsaq, ümumi S yarım səviyyələrində elektron sayı 6 olur. Burada qeyd olunubdur. P elektron sayı da
eyni qaydanı hesablasaq bilirik ki, birinci təbəqəmizdə 1P yoxdur. P yarım səviyyəsi artıq 2-dən formalaşır və daxili təbəqə dolub ki, biz xaricdə 3-cü təbəqəyə elektron vermişik. Bu məntiqlə yanaşdıqda daxildəki P-miz tam şəkildə dolubdur. Bir də biz 3-cü təbəqədə 3P-nin tam dolmadığını, yəni 3 elektron olduğunu görə bilirik. Nəticə olaraq bu atom üçün P-də, P yarım səviyyəsində 6, 2P-də, 3-də, 3P-də olmaqla 9 P elektronu mövcuddur. Daha sonra proton sayını bizdən istəyir. Proton sayını tapmaq üçün qısa elektron formuluna nəzər yetirmək kifayətdir. Biz bilirik ki, birinci təbəqədə 2 elektron, ikinci təbəqədə 8 elektron mövcuddur və daxili təbəqə, ikinci təbəqəyə qədər elektronlar dolub. Yəni bu hissəyə qədər 10 elektronumuz mövcuddur bu qaydaya əsasən. Üçüncü təbəqəmizdə isə 5 elektron olduğunu görürük. 10 daxili təbəqədə, yəni birinci və ikinci təbəqədə, 5 də üçüncü təbəqədə olmaqla elementin 15 elektronu olubdur və eyni şəkildə 15 də protonu var. Çünki yüklü hissəcik deyilsə, bu atom neytral olduğunu fikirləşə bilərik. Proton sayının da 15 olduğunu dedik. Cütləşməmiş elektron sayı biz elektron konfiqurasiyasını tərtib etdikdə, cütləşməmişin digər adı tək elektron sayıdır. Biz tək elektron sayının 3 olduğunu görə bilərik. Xarici təbəqədə elektron sayını da artıq qeyd elədik. Xarici təbəqə 3-cü təbəqədir. Biz modelinə baxıb da 5 elektron olduğunu görə bilərik. Və yaxud da qısa elektron formulunda xarici təbəqədə 5 elektron olduğunu üzərini toplamaqla görə bilərik. Qaldı bizdə B variantı. Bu atom 3 elektron aldıqda əmələ gələn ionun elektron formulunu yaz. 3 elektron alırsa, bu 3s2, 3p3 elektron konfiqurasiyasına əsasən bildik ki, biz P-də 3 tək elektron mövcuddur. 3 elektronu bu 3 tək elektronun hesabına alır. Yəni, cüt vəziyyətə gələ bilmək üçün mümkün 3 elektronu ala bilər və bu zaman ion elektron formulu, yəni P 3 elektron da olur. Bu şəkildə yaza bilərik. 3 elektron alıb. 3 elektron aldıqda 3s2, 3p6 elektron konfiqurasiyasından çevrilir. Həmçinin bu element üçün yükünü də deyə bilərik ki, 15 protonu var, amma normal halda 15 elektronu vardı. 3 elektron aldıqda burada artıq 18 elektron olur və yükü də mənfi yük müsbət yükdən 3 vahidçi olduğuna görə 3 mənfi yüklənir deyə bilərik. Bu atom 5 elektron verdikdən sonra əmələ gələn ionun modelini çək. Bildik ki, elementin sıra nömrəsi 15-dir. Burada əvvəlcədən qeyd etmişəm. Və neytral halda 15 proton, 15 elektron olmalıdır. Və 5-ni verdikdə bu zaman elektron sayımız 10 olur. 10 olduqda biz bilirik ki, birinci təbəqəmizdə 2 elektron, ikinci təbəqəmizdə 8 elektron olur. Artıq 10 elektronla 3-cü təbəqənin yox olduğunu, yəni xaricdəki 5 elektronun, modeldə də biz gördük ki, xaricdə 5 elektron var, ondan tamamilə azad olduğunu görürük. Bizdən 5 elektron verdikdən sonra əmələ gələn ionun modelini istəyir. İonda bilirik ki, müsbət yük, yəni proton sayı heç vaxt dəyişmir. Ona görə mərkəzdə 15 protonu göstəririk və təbəqələrdə 10 elektronu göstərməliyik. Birinci təbəqəmizdə 2 elektron, burada qeyd etmişik. Çünki birinci təbəqəmiz maksimum 2 elektron götürür. İkinci təbəqəmizdə 8. Oradan 8-dən ikisi 2s yarım səviyyəsi, 6-sı isə deməli P yarım səviyyəsinin elektronları olur. Atom modelimizi bu şəkildə göstərə bilərik. Növbəti sual, 3-cü sualın D variantı. Deməli, bizə deyir ki, S və P yarım səviyyələrində elektron saylarının bərabər olması üçün bu atomun əmələ gətirdiyi ionun yükü neçə olmalıdır? Elementin tam elektron konfiqurasiyasını yaratmışam ki, bu suala rahat cavab verə bilək. Və görürük ki, bunun normal halında, belə deyək, bu elektron formu normal halında S yarım səviyyəsində 1s-də 2 elektron, 2s-də 2, 3s-də 2 elektron olmaqla 6s elektronu mövcuddur normal hal üçün. Normal hal üçün bilirik ki, 1p yoxdur, 2p-də 6, 3p-də 5 olmaqla 11p elektronu mövcuddur. Bizdən isə tələb olunur S və P yarım səviyyəsində elektron saylarının bərabər olması üçün. Təbii ki, elektron verildikdə kənardan verilir, yəni xarici təbəqədən verilir. Buna görə biz S-dən elektron verə bilmirik, P-dən verirlər. Yaxşı, necə edim bərabər olsun? Təbii ki, P-dən 5 elektron getsə,
Bu zaman deməli 6s elektronu olar, 6p elektronu olar. Deməli biz xarici təbəqədəki P-dən 5 elektronu verməliyik. İyonun yükü necə olmalıdır? Fikrimizi sözlərlə əsaslandırdıq. Siz boşluqlara sözlərlə yaza bilərsiniz. 15 protonum var idi və 5'ini verdim. 5'ini verdikdə qaldı məndə 10 elektron. Nəticə olaraq mənim iyonum, baxıram ki 5 proton, yəni 5 müsbət yük mənfi yükdən 5% çoxdur. Buna görə 5 müsbət yüklənir və katyona çevrilir. Element elektron verdikdə müsbət yüklü hissəciyə, yəni katyona çevrilir. Dördüncü sual. Cədvəldə iyonların elektron sayı verilmişdir. Ona əsasən iyonları əmələ gətirən atomların tam elektron formunu yazın. Burada diqqətli olmalıyıq. Nədə? Çünki bizdən iyonun elektron konfiqrasiyasını istəsəydi, burada biz elektron sayına görə konfiqrasiyanı tərtib edərdik. Amma bizdən tələb olunur iyonları əmələ gətirən atomların. Bu zaman əvvəlki, yəni neytral halı üçün elektron sayını paylayırıq. Bir sözdən sadə şəkildə desək, proton sayını paylaya bilərik. Əvvəlcə hər bir element üçün proton sayını, elektron sayını müəyyənləşdiririk. Yəni əvvəlki hal üçün proton sayını müəyyənləşdiririk. Deməli bu elementin 18 elektronu varsa da proton sayı 17 deməkdir. Yəni bir elektron aldıqdan sonra 18 olur. Neytral halında 17, proton 17 elektron olur. Kalsium üçün 18'dir, özü 20 imiş ki, 2 elektron verdikdən sonra 18 olur. Flor üçün 10'dur. 1 elektron aldıqdan sonra bu vəziyyətə gəlibdir. 18 elektron saydı, 3 elektron aldıqdan sonra olubsa özü 15 imiş. Alüminium 10'dur, 3 elektron verdikdən sonra 10 olduğuna görə əvvəlki halında 13 elektron olubdur. Eyni qayda ilə digərlərini fikirləşirik. Azot 7 imiş ki, 5 elektron verdikdən sonra 2 olur. Daha sonra proton saylarına uyğun olaraq, yəni neytral halındakı proton sayı bilirik elektron sayına bərabərdir. O hal üçün elektron formulunu yaradırıq. Xlor üçün 17 deməli proton oldu. Neytral halında 17 elektron olur və birbaşa qısa elektron formulunu yazmışam. Bunu da necə fikirləşə bilərik? Bilirik ki, birinci təbəqəyə 2, ikinci təbəqəyə 8 elektron düşür. Üçüncü təbəqəyə 18 düşə bilər. Bizim mümkün əlimizdə 7 elektron var. Növbəti 7 elektronu üçüncü təbəqəyə veririk və xarici təbəqəni birbaşa payladıq. Zaten daxili təbəqə dolubdur və 7 elektronu xarici təbəqəyə vermişik. İkisini 3 isə 5'ini 3P-yə. Bu qayda ilə paylayırıq. Kalsiumda eyni məntiqlə fikirləşirik. Birinci təbəqəyə 2, ikinci təbəqəyə 8. Biz bilirik ki, üçüncü təbəqə əvvəlcə 8 elektron veririk, daha sonra 4S veririk. Yəni kalsiumda qısa elektron formulu 4S2 olur. Bütün elementlərin konfiqrasiyasını eyni şəkildə yaradırıq. Daha sonra suallara cavab verə bilərik. B-də deyir ki, hansı atomların xarici təbəqəsində olan elektronların sayı bərabərdir? Bir qaydanı bilməliyik ki, xarici təbəqədə olan elektron sayı eyni olduqda həmin elementlər eyni qrupda yerləşir. Tutaq ki, xaricdə 7 elektron varsa da, bu deməkdir ki, həmin element 7-ci qrupda yerləşir və eyni şəkildə hansı elementlərimizin elektron konfiqrasiyasının xaricində 7 elektron varsa, deməli bunlar eyni qrup elementləridir. Biz baxsaq, xlor və flor elementlərinin hər ikisinin xaricində 7 elektron mövcuddur və bunu qayda kimi yazmışıq. Və dövrü sistem cədvəlində baxsaq, doğrudan da xlor, flor 7-ci qrupun əsas yarım qrupunda yerləşir. Daha sonra fosfor və azot. Fosfora baxsaq, xaricində 5 elektron mövcuddur. Azota baxsaq, xaricində 5 elektron mövcuddur. Bunlar 5-ci qrupun əsas yarım qrup elementləridir. Kalsium və maqneziumə də nəzər yetirsək, hər ikisinin xaricində 2 elektron mövcuddur. Bunlar da 2-ci qrupun əsas yarım qrup elementləri olduğunu göstərir. Hansı atomların cütləşməmiş elektronların sayı bərabərdir? Eyni qaydaya əsasən elektron konfiqrasiyası eyni olduqda təbii ki, onlarda tək elektronların sayı da eyni olar. Biz xlor, flor gördük, eyni qrupda yerləşir. Hər ikisinin xaricində 7 elektron var və tək elektronların sayını hesablasaq, P-də bir tək elektronumuz mövcuddur. Çünki S tamamilə doludur. P-də 5 elektron əvvəlcə tək-tək paylayırıq. Daha sonra cütləşmiş şəkildə yazdıqda bir tək elektronumuz mövcuddur. Yəni xlor, florda bir tək elektron
Hər ikisində də eyni formada, yəni florda da eyni vəziyyətdə mövcud olur. Bir də deməli fosfor azota da baxsaq, istədiyimiz birinə baxsaq, görürük ki, P-də 3 dənə tək elektron mövcuddur. Çünki P-mizdə 3 elektron var. Fosforda da 3s2, 3p3, P-də yenə 3 tək elektronun olduğunu görə bilərik. Yəni fosfor azotda cütləşməmiş elektronun sayı bərabərdir. Bu qaydanı kalsium maqnezium üçün niyə götürmürük? Biz kalsium maqnezium konfiqrasiyasına fikir versək, 4s2-dir. Daxil təbəqədə bütün elektronlar cütləşmişdir, çünki tam dolmuş vəziyyətdədir. 4s də tam dolmuş olduğuna görə kalsium maqnezium üçün cütləşməmiş elektron olmadığını görə bilirik. D-də hansı atomun S yarım səviyyəsində elektronların sayı ən çoxdur? Biz yuxarıdan baxanda görürük ki, kalsiumda daha çoxdur. Çünki kalsium elektron konfiqrasiyası 4s+2-dir. Artıq 4-cü təbəqəyə keçibdir. 4-cü təbəqəyə keçibsə də biz bilirik ki, daxili təbəqədəki bütün yarım səviyyələr dolubdur. Yəni 1s yarım səviyyəsində S dolub, 2s, 3s də dolub, elektronlar tam dolubdur bu yarım səviyyələrdə. O məntiqlə yanaşsaq, bunun 4s yarım səviyyəsinə qədər dolub, yəni 8 elektron mövcuddur. 4-cü təbəqəyə qədər gəlib çıxıbdır. Hansı atomun P yarım səviyyələrində elektron sayı ən azdır? Bunda elektron konfiqrasiyasına baxmaqla fikirləşə bilərik. Biz bilirik ki, P ikinci təbəqədən formalaşır. Yəni ən sadə modeli olanlara baxa bilərik. Məsəl üçün ikinci dövr elementlərinə baxa bilərik. Burada 3 dənə P elektron olduğunu görə bilərik. Artıq 3-cü dövrdə bilirik ki, ikinci təbəqədəki P tam dolub ki, belə deyək də, 3-cü təbəqədəki yarım səviyyələrdə elektronlara dolur. Yəni bu məntiqlə yanaşsaq, təbəqə sayı az olanda, yəni azotda P-də elektron sayı daha az olar. 5-ci sual. Verilmiş atomların elektron formullarını tərtib edin. Verilmiş atomların proton sayıları verilibdir. 6 proton bilirik ki, birinci səviyyəmizə 2 elektron veririk, ikinci səviyyəmizə 8 elektron verə bilərik. Mümkün 1s+2 6-dan 1 isə veririk. 2 isə 2 elektron veririk. Yerdə qalır 2 elektron, onu da P yarım səviyyəsinə verib konfiqrasiyasını yaradırıq. Eyni şəkildə oksigende də birinci səviyyəmizə 2 elektron veririk. İkinci səviyyəmizə 8 verə bilərik. Amma bizdə 6 elektron qalır. Oradan da birinci deməli 2 elektronu 1 isə verdik. 6-dan ikisini 2 isə vermişik. Qalıb 4'ü. 4'ü isə 2p4 şəklində P vermişik və qrafik şəkildə təsvir olunubdur. Digər elementlərdə eyni qayda ilə yaza bilərik. 14 elektrondan 2 elektronu 1 isə veririk. Növbəti 2 elektronu 2 isə veririk. Bizim burada artıq 4 elektronumuz getdi. 2P'yə də 6 elektron veririk. Bunlar əvvəlcə tək-tək paylayıb, daha sonra cüt şəklində yazmalıyıq. Buna diqqət yetirmək lazımdır. Daha sonra 3s+2 və 3p+2 şəklində yaza bilərik. Yəni birinci təbəqəyə 2 elektron düşmüşdür, ikinci təbəqəyə 8, üçüncü təbəqəyə 4 elektron düşür. Üçüncü təbəqəmizə baxsaq 3s+2, 3p+2, yəni 4 elektron edir. Arqonu da eyni şəkildə yazırıq, bunu da eyni qayda ilə tərtib edirik. 6-cı sualda Hund qaydası və Pauli prinsipinə əsasən elektronlar orbitallarda hansı ardıcılıqla düzülür qaydasını düzgün bilməliyik. Burada diqqətlə, yəni dərslikdə də verilibdir, baxıb düzünüzü, səhvinizi müəyyənləşdirə bilərsiniz. Burada əsas nələrə fikir vermək lazımdır? Elektronlar orbitallarda heç vaxt eyni istiqamətdə olmamalıdır. Bu yanlışdır. Mütləq şəkildə əks istiqamətdə göstərilməlidir, əgər S-də 2 elektron varsa. P-də elektronlar dolduqda əvvəlcə tək-tək dolur. Məsələn, belə göstərmək ixtiyarımız yoxdur. Əvvəlcə tək-tək dolur. Tutaq ki, 2 elektronumuz varsa bu şəkildə yazırıq. 4 elektronumuz varsa yenidən əvvəldən başlayıb cüt şəkildə yaza bilərik. 5 elektron varsa bu qaydada, 6 elektron varsa bu qaydada yaza bilərik. Bu prinsipləri burada da qeyd olunubdur. 7-ci sual. Sonuncu 3P yarım səviyyəsinin qrafik olaraq təsviri verilibdir. Bu atom üçün doğruları müəyyənləşdirin. Biz birbaşa suallara baxmamış elektron konfiqrasiyasını yarada bilərik. 3P'də görürəm ki, saysam 5 elektron olduğunu deyə bilərəm.
Yaxşı. 3P-yə elektron verilibsə, deməli daxili bundan qabaqdakı yarım səviyyələr tam şəkildə elektronla dolubdur. 3P-dən qabaq düşünürəm ki, 3S yarım səviyyəsi var və 2 elektron mövcuddur. Ondan qabaqda təbii ki, 2P, ikinci səviyyə var və orada P və S yarım səviyyələri tamamilə dolubdur. Daha ondan da öndə bir S yarım səviyyəsi mövcuddur. Bu da tamamilə elektronla dolubdur. Belə deyək də, eyni qaydanı A variantında qeyd etmişəm, tam elektron formulu tələb edir. Qısa elektron formulu çıxartdıqda xarici təbəqədəki elektrona baxırıq. 3s-lik 3p-5 qeyd etmişəm. Proton sayı isə elə burada qısa elektron formulasından çıxarda bilərəm. Xaricdə 7 elektron var. Bilirəm ki, birinci və ikinci təbəqədə elektron sayı 10-dur. Onun üzərinə 7 gəlməklə 17 proton, 17 elektron olduğunu müəyyənləşdirə bilərəm. 8-ci sualda cədvəldə iyonların proton sayı və qısa elektron formulu verilibdir. Biz N və M-i müəyyənləşdirməliyik. N və M həmin element atomların yükləridir. Qısa elektron formuluna nəzər yetirsəm, xaricində 8 elektron mövcuddur və mən də bilirəm ki, 3-cü təbəqəyə qədər, birinci təbəqədə 2, ikinci təbəqədə 8 olmaqla 10 elektron mövcuddur. 3-cü təbəqədə 8 elektron olduğunu nəzərə alsam, bu elementin elektron sayının 18 olduğunu deyə bilərəm. Deməli, bu elementin elektron sayı 18-dir. Amma X üçün, yəni hər iki element üçün elektron sayının 18-dir. Amma görürəm ki, proton sayılar fərqlidir. Burada da qeyd olunubdur. X üçün elektron sayı 18, proton sayını isə cədvəldə verilibdir 20-dir. Görürəm ki, müsbət yük mənfi yükdən 2 vahid çoxdur. Deməli, 2 müsbət yüklənibdir. Yəni, N-im müsbət 2 oldu. Eyni qayda ilə ikincini fikirləşə bilərəm, yəni Y-i fikirləşə bilərəm. Proton sayı elektron sayı hər ikisində eyni olduğuna görə 18 yazıram. Proton sayı 17 olduğunu görürəm. Görürəm ki, mənfi yük müsbət yükdən bir vahid çoxdur. Yəni, bu element elektron alıbdır. Buna görə də n bərabərdir, mənfi 1 yaza bilərəm. Daha da genişlənmiş şəkildə elementin elektron alış-verişindən, yəni X əvvəlcə 20 proton, 20 elektron var idi. Daha sonra 2 elektrondan azad oldu. Proton sayı dəyişmir. Elektron sayı 2 vahid azalır. Nəticədə 2 müsbət yüklənir. Eyni qayda digərini təsvir etmişik. Neytral halda 17 proton, 17 elektron olub. Daha sonra 1 elektron alıbdır. Nəticədə elektron sayımız proton sayından 1 vahid çox olub. Bu səbəbdən də mənfi 1 yüklənibdir. 9-cu sualda bizim üçün elementlərin yarım səviyyələrdəki elektron sayıları verilibdir. Bunun üçün tam elektron formulu tələb olunur. Yaza bilərik bu element üçün. Əslində yazılıbdır aşağıda. 3s üstü 2, 3p üstü 3 yazılıbdır. Biz bildik ki, 3-cü təbəqəyə qədər 10 elektron var və bu məntiqlə bu elementin 15 protonu mövcuddur. Y üçün də eyni şeyə fikirləşirik. 3s yarım səviyyəsində 2 elektron, p yarım səviyyəsində 4 elektron. 3-cü təbəqəyə qədər 10 elektron varsa da, buradakı elektron sayımız 16 olur. Suallara rahat cavab verə bilərik. Bizdən tam elektron formunu tələb edir. Qısasını yazmışam. Yəni, qabaq hissəsindəki yarım səviyyələrdə elektron sayılarını artıq özünüz bərpa edə bilərsiniz. B-də X və Y atomdan əmələ gətirdiyi X2, Y3 molekulunda olan elektronların sayını müəyyənləşdirin. Mən artıq əvvəlcədən baxdım ki, X-in proton sayı 15-dir. Və formulda görürəm ki, X-in atom sayı 2-dir. 2-ni vururuq 15-ə 30. Y-in proton sayının 16 olduğunu gördüm. Yəni, neytral halda təbii ki, 16 elektron mövcuddur. 16-nı da vururuq 3-ə 48. Ümumi X2, Y3 birləşməsində elektron sayımız 78 olur.